Amonyak, amonyumun duzları, alınması və xassələri. Dim toplu 2025, yeni toplu. Dördüncü sual istəmişsiniz. Bunlar sizə rahat gəlir. Gələk dördüncü sual. Amonyum ionunun keyfiyyət reaksiyası. Uşaqlar, biz amonyum ionunu nə ilə təyin edirik? OH mənfi ilə. Nə ilə? Bu bununla birləşəndə NH4OH verir. O da davamsızdır, parçalanır. NH3-ə, kəskin idi qaza və suya. Bu i bizə kömək edir ki, bilək ki, qabda amonyumun nəyi birləşməsi var imiş. Nəyi var imiş? Məsələn, sən NH4 xlor bu qabda varmı, yoxmu bilmək istəyirsənsə, suda məhluldan söhbət gedir. O suya düşəndə dissosiasiya edir də NH4 müsbətə, bir də nəyə? Xlor mənfiyə. Bu NH4 müsbət üçün sən bura nə qoymalıdır? Nə salmalısın? OH. Yəni, məsələn, natrium OH. Məsələn, kalium OH. Məsələn, kalsium OH. Çünki bu da bu qaba düşəndə verir natrium müsbət, bir də nə? OH mənfi. Bu bununla birləşəcək, o i çıxacaq. O i'dən də başa düşəcəksən ki, burada amonyum ionunun duzu var imiş. Aydındır? Başa düşdünüz? Keyfiyyət reaksiyası, yəni təyin, müəyyən etmək. Aydındır? Odur ki, cavabımız nə olacaq bizim uşaqlar? B variantı, bəli. Burada alınır natrium sülfat, natrium 2SO4, NH4OH alınır, o da NH3-ə və suya. O qoxudan da başa düşürsən ki, burada amonyumun duzu var imiş. Sonra neçən sual? 14. Çox ara vermişsin. 14'e kadar yoxdur sualınız. Sveta. Babala. Yoxdur. 14. Amonyum hidrokarbonat deyil. Birincisi, məməzlər, bu bir duzdur. Biz bunun formulunu yazmaq istəyiriksə əgər, biz əlimizdə olanları dəyərləndirməliyik. Əlimizdə olan da bunun adıdır. Amonyum var, yəni NH4 müsbət var. Bir də hidrokarbonat var. Nə var? Uşaqlar, bu karbonat turşusudur. H2CO3. Bu nə turşusudur? Bu bir hidrogen itirəndə olur HCO3 mənfi. Elə bu olur hidrokarbonat. İki də əzə itirsə olacaq CO3 2 mənfi, bu olacaq karbonat. Bu karbonatdır. Bu isə nədir? Hidrokarbonat. İndi bizə hansı lazımdır? Bax, bu mənfi bir də hidrogen üçün bir valentlidir. Bu da müsbət bir, bu da bir valentlidir. O zaman formul budur da elə. Əlavə heç nəyə ehtiyac yoxdur. NH4, HCO3. Burada 5 tane atom var. Burada bir tane, burada da 4 tane. 5, 1, 4, 10 eləyir. Elədir. Deməli, bunun 1 molekulunda 10 atom var. 1 molunda 10 mol. Aydındır? Başa düşdünüz? Əgər desəydik 1 molunda neçə atom var, biz onu bu cürə yazmayacaqdıq. 10 olmayacaqdı cavab. Olacaqdı 10 vurulsun, 6 tam %2 vur, 10 üstü 23. Desəydi 1 molunda neçə atom var? 10 götürsən səhvdir. Çünki 1 mol özü bir dənə 4'ə bilirsiniz. 1 mol özü 6 tam %2 vur, 10 üstü 23 dənə hissəcik deməkdir. Aydındır da, bunu dəfələrlə demişəm sizə. Aydındır? Aha, devam edək. Neçə? 21. Yaxşı, deyin mənə görüm. Kim deyər mənə? Sənayedə katalizator iştirakı ilə aparılır. Bax, bayağı da burlaxaton oxuyurdu, ilişirdi. Temperatur var, katalizator var, katalitik reaksiya. Bu hansı idi? Bəli, bu reaksiya, yəni NH3-ün alınma reaksiyası. Temperatur və katalizatorun iştirakı ilə gedir. Bəs natrium su ilə hansı şəraitdə girir? Aktiv metaldır. Hansı şəraitdə girir su ilə? Adi şəraitdə. Verir natrium OH və hidrogen. Bu hidrogeni laboratorda alınma üsuludur. Bəs bu sink, duru turşudan hidrogeni hansı şəraitdə çıxarır? Heç bir temperatur zat lazımdır. Adi şərait çıxarır hidrogeni. Yaxşı, aktiv metal oksidi su ilə hansı şəraitdə girir? Adi şəraitdə. Kalsium OH2 alınır. Aydındır. Bəs fosfor oksigenin hansı adi şəraitdə girir? P2, O5 verir. Ağ tüstü. Ağ tüstü. Tüstü pərdələri falan hazırlar hərbidə bunlar. O3 oksigen az olandadır. Əsas məhsul budur. Sonra başa düşdünüz məni? İndi sən burada əslində bir dənə bunu öyrənməklə digərlərində adi şəraitdə getdiyini xatırladın da, həm də sən üçün yaddaşdır da. Burada məsələ təkdə testinin cavabını tapmaq deyil ki, digər bəndlərdə sənə mövzuları təkrarlamaq üçün kömək edir də. Bəs niyə A deyil, niyə B deyil? O da sənə kömək edir də. Sonra davam. 24. Bizə burada iki reaksiyadan danışır. Hər ikisini gəlin yazaq da. Birincisi parçalanma reaksiyası da aşağıdakı. Fikirli ilə NH4 kloru qızdırır.
Ne edibdir? Biz NH4 xloru qızdıranda bizə verir NH3 və H xlor. Aydındır? NH3 və nə? H xlor. İndi isə burada isə, yuxarıda isə NH4 xloru nə ilə salıbdır uşaqlar? Natrium OH. NH4 xloru natrium OH ilə reaksiya salmaq məhlulu ilə. Bu zaman natrium xloru götürər. Natrium xlor. NH4 əslində OH-ı götürür. Sadəcə davamsızdır. Nə yaparsan olur? NH3-ə və suya. İndi bunlar üçün ortaq olan maddə hansıdır? Hər ikisində olan. NH3. Burada da var, burada da var. Burada da X orada da var, burada da var. Deməli, X-imiz nədir bizim? NH3'dür. Suyu öz yerində, Y-də o zaman budur da. Bu da Y-imizdir. Bu X-imizdir. Bu X-dir, buna nə deyib bilmirəm. Zaten X-dən danışır da, yəni söhbət NH3-dən, amoniyakdan gedir. Turşlar reaksiya daxil olur, bəli olur. Çünki bu əsas xassəlikdə bilirsiniz. Məsələn, H xlorla girib NH4 xlor olur. HCSO4-lə girir NH4 HCSO4 və 2 mol götürsən NH4 2 SO4 olur. Qələmlər reaksiya daxil olur, yalandır. 1 molu 22-14 litr əzim tutur. Qaz deyil bu. Qazların 1 molu normal şəraitdə nə qədər əzim tutur? 23. Bu da bu doğrudur. Qonur rəngli qazdır. Yalandır, qonur rəngli falan deyil bu. Qonur rəngli olan hansı qaz idi? NO2. Qonur rəngli zəhərli qaz hansı idi? NO2. Oldu mu? Sonra. 25. Aha. Uşaqlar, burada söhbət təyindən gedir. Yenə bayaqki kimi. Biz NH4 müsbəti nə ilə təyin edirdik uşaqlar? Nə ilə? OH. Deməli, biz bunu suya NH4 xloru və amonium xloridu və amonium karbonatı suya atanda bizim əlimizdə hansı iyonlar var? Deyək, suyun içərisində nə olacaq? Bu parçalanacaq NH4 müsbətə və xlor mənfiyə. Bu nəyə parçalanacaq? NH4 müsbətə və CO3 2 mənfiyə. Bunu təyin edirlər nə ilə uşaqlar? OH. OH mənfi ilə. Xlor nə ilə təyin edirlər? Ya gümüş müsbətlə, ya qurğuşun 2 müsbətlə. Onunla söküntü verir, ağ rəngli. Bəli, bunu təyin edirlər gümüş 2 müsbətlə. Bəs bu CO3 nə ilə təyin edirlər? Onda H müsbətlə təyin edirlər. Necə H müsbətlə təyin edirlər? Bu deməli H müsbətlə CO3 2 mənfi birləşəndə bizə verir H2CO3. H2 nə? H2CO3. O da parçalanır CO2-yə, karbon qazına və suya. Sonra alınan bu karbon qazı var, onu buraxırlar əhəngili suya. Nəyə buraxırlar? Kalsium OH2-yə. Bu şəffafdır. Bu bulanır, kalsium karbonat yaranır, çöküntüsü və su. Bu bulantıdan başa düşürlər ki, bu karbon qazıdır. Çünki karbon qazı rəngsizdir, iyisizdir. O qazı mən necə tanıyım ki, hansı qazdır? Görürəm ki, maddənin içindən qaz çıxır. Nəsə, qabarcıqlar görürəm. İyi yox, rəng yox. Buraxırlar kalsium hidroksidin içinə. Bu kalsium karbonat ağ rəngli çöküntü bulatdısa, kalsium hidroksid məhlulu bulandırdısa, deməli karbon qazıdır. O zaman belə çıxır ki, birincisinin təyini üçün bizə nə lazımdır? NH4 üçün 1 və 2 lazımdır. 1 və nə? 2. İkincisinin təyini üçün nə lazımdır? 2 və 3. 2 və 3. Aydındır? Birincisi üçün 1 və 2, ikincisi üçün 2 və 3. Cavab bəli. Ortaq oldu da, birləşdilər, çoxluqlar. Aydındır? Devam edeyim. 26. Bu reaksiyaları bilirsiniz. Ha? De görün mənə sən, Aysun. NH4, NO3 qızdırılıb parçalanıb. Suya və nəyə? Azota. Deməli bu azotdur. Sən də görün mənə. Burla xatun. Azot xlorla reaksiya girirmi? Girmir. Halogenlərlə girmir. Azot, xlordur, bromdur, yoddur, flordur, onlarla reaksiyaya girmir. Sən də mənə, Günay, azot magnezyumla girəndə nə verir? Metaldır, nə girməz? Magnezyum 2 valentlidir, azot 3 valentlidir. Onda N2, magnezyum 3. Magnezyum 3, E2. Azot lityumla girəndə nə verir? Onu da sən də yazma. Lityum 3, N. Reaksiya getmir. Getməyən hansıdır? 3. Reaksiya adi şəraitdə gedir nə ilə? Lityumla. Lityumla adi şəraitdə gedir, yəni 1. Reaksiya qızdırıldıqda gedir. Magnezyumla qızdırıldıqda gedir. 2. Aydındır?
Sonra çox ara vermişsiniz. O ara hamısı rahat suallardı. 26'dan. Yox. Biz sizinlə baxmamışdıq. Oğuzlarla bir yerə qədər baxmışdıq. Siz deyəsən tez buraxdım, ha? Xəstəydim, nə idi? Biri məhlulda qalır, biri çökür, biri də uçur, ha? 40-da şəkil belədir də. Baxın 41-in də deyəsən şəkli elədi. Hə də 41-in də eyni şəkildir. Hə, eyni şəkildir elə. 41-ə baxıb bunu eləyərik. Eyni şəkildir uşaqlar. 40-ın şəkli ilə 41-in şəkli eyni baxıb eləyərik. Duz nə zaman reaksiyaya girir Məryəm? 2-dən yox, elə deyil. Birinci girmək şərtində girir. İkisi də suda. Alınanlardan biri söküntü, qaz və ya zəif elektrolit. Bir daha da təkrarla. Duzla duz nə zaman girir? İkisi də suda həll olsun. Alınanlardan isə, məhsullardan isə ya çöküntü, ya da qaz. Ya qaz, ya zəif elektrolit, ya çöküntü. Deməli, baryum SO4 alınır burada. Baryum SO4. Bu əslində duzla duz deyil, ha. Duzla əsasdır. Duzla əsasının da girmək şərti elə odur. İkisi də suda həll olsun, alınanlardan biri çöküntü qaz. Alınır burada baryum SO4. Bu ağ rəngli çöküntüdür. NH4 də o H götürəndə nəyə çevrilir? NH3-ə, yəni qaza və suya. Yəni bir sözlə bu reaksiyada çöküntü də alınır, qaz da alınır, zəif elektrolit də alınır. Yəni o şərt ki demiş ya, o şərtin tamamı bu reaksiyada müşahidə olunur. O zaman çökən, yəni bizim zedimiz hansıdır? Budur. Bəs uçan hansıdır? İkisimiz NH3-dür. İqliqdəki suda məhlulda qalanda. Keçiri gedir. Aydındır. Başa düşdün? Əla. Sonra davam edirik. Eyni şey 41 üçündə keçərlidir. 43. 43. Hansı qabın kütləsi artar? Ümumiyyətlə bir qabın kütləsinin artması üçün, yəni qabda olan müəyyən bir maddə var. Onun kütləsi artması üçün qaba nə olmalıdır? Kim gəlir? Bir adamın bir qabın var, məsələn içində bir maddə var. Onun kütləsinin artırması üçün o qaba nə etməlisən? Nəsə əlavə eləməlisən də. Və o əlavə elədiyində o qabın içərisində, məsələn sən o qabın içərisində belə nəfəslə üfürsən, kütləsi artar. Çünki o nəfəsdə olan su buxarı falan o qabda gərək olan maddə ilə reaksiyaya girək. İndi sual verirəm sizə. Burada sulfat var. Mən bura NH3 buraxmışam. NH3 ilişər, qalar burada, yoxsa çıxıb gedər? Baxaq görə yanım qalır mı? NH3, H2SO4 ilə, turşu ilə, amonyak əsas xassəli, turşu. Reaksiya girirmi? NH4, H2SO4. Əgər 1-ə-1 girsə. Yox, 2-ə-1 girsəydi, NH4, 2, SO4. O zaman bu qabın kütləsi artar. Çünki bu azot, amonyak qazı ilişir qalır burada. Deməli, burada kütlə nə edir? Artır. Yaxşı, su ikinci qabda. Sual verirəm. Hidrogen, natrium OH-la reaksiya girirmi, girmirmi? O zaman hidrogen ilə qəşəng buradan girəcək bu qabın içərisinə. Elə buradan da çıxıb girəcək. Deməli, ikinci qabda nə eləmir? Dəyişmir. Nə eləmir? Dəyişmir. Üçüncü qabda xlor natrium OH-la girirmi? Girir. Özdə iki forması vardı. Natrium OH-la girir. Reaksiyasını demə, Həsəndir. Sezmə. Natrium OH klor. Natrium klor bir de ki. Babala, nə hidrogen? Deyil reaksiyanı. Su demek. Neredeyse. Xlor natrium OH-la adi şəraitdə girsə nə verər? Natrium klor bir de ki. Xeyr. Natrium klor O və su. Bu qarşıya deyirlər Javel suyu. Nə deyirlər? Javel suyu. Bəs yaxşı temperaturla girsəydilər? Desəcəm. Natrium klor. Nə? Natrium klor, su. Aha. Natrium klor O3 Bir de su. və H2. Aydındır. İndi bu temperaturdan getməyib, temperaturdan gedib mənfi önemlidir. Yəni bir sözlə xlor ilişib qalacaq qabın içərisində. Yəni qabın kütləsi artacaq da ora girən xlorun hesabına. Bu son iki reaksiyanı kim bilirdi? Kim xatırlayırdı? Bəs mən sizə elementlər kimyası təkrarlamağı tapşırmamışdım. Deməli eləməmisiniz. Məlum oldu. Davam.
Neçə? Neçə gəlir? 45. İndi başlayaq. Birinci reaksiyanı kim deyər mənə? Həbbal səndir. Burada CO2 bir də NH2. Alın bilmirsən. Karbamid alır. Bəli, su və karbamid alır. Birinci reaksiyada NH3 CO2 ilə girəndə alınır CONH2 2 plus H2. Karbamid, sidik cövhəri, gübrə. İkinci reaksiyanı sən də mənə Yusif. NH3 oksigenlə girir, amma təkcə temperaturdur. Yəni yanma reaksiyasıdır. Bu reaksiyanı denəndə nə alınır? Nədir? Danış da. Burlaq adı səndir. NH2 Uydurma. Günay səndir. su. Yox, Raşi səndir. N2 ilə su. Üçüncü reaksiyanı. Yəni NH3 natrium OH-la reaksiyasını. De görüm sən. Nəzrin. Natrium Oğlum, bu reaksiya getmir. getirir. Dördüncünü səndir. Svetlana. NH3 plus H olur. Nə alınır? Bilirsən, danışdım da bir dənə yox, bilmirəm. NH3 buradakı hidrogeni özünə birləşdirir, olur NH4, bir də flor. İndi, bir reaksiya getmir, reaksiyasında getmədi. 3-də getmədi. Azot alınır 2-də. 2 mürəkkəb maddə alınır. Birincidə. Azotun valentliyi artır. Azot yəni, deyək ki, 3 valentli də olur 4 valentli. Orada da azot olur, burada artır. Bax, azot burada 3 valentlidir NH3-də. NH4-də isə 4 valentlidir. Bunun səbəbi nədir? NH3-də 3 dənə belə rabitəsi var bunun. NH4-də isə 3 dənə belə normaldır, bir dənəsi də donor akseptor rabitəsi yaranır hidrogenlə. Yəni 4 rabitə, bu 4 valentlidir. Devam edək. Neçə? 60 neçə? 63. Deməli, burada bir məsələ var uşaqlar. Bu 63-də biraz cavablarla işləməlisən. Çünki baxmalısan ki, görəsən nitratla nə girən də bunu verər. Bu NH4 nə verir bizə? NH3. X HNO3-dən girib bunu verir. Burada iki hal müşahidə oluna bilər, hətta 3 hal. Yəni burada gördüklərinizin bir çoxu bu işi görə bilər. Məsələn, NH4 xlor HNO3-dən girərmi? Bu yox, girməz. Çünki bu çökündü verir. Amma NH4OH və NH3 bu işi görə bilər. NH4OH-dan nə? NH3. Məsələn, NH4OH girər bundan. Bizə nə verər? NH4NO3 verər və su verər. Və yaxud da NH3-ün özünü götürsən, HNO3-dən girər bizə nə verər? NH4NO3. Yəni bir sözlə, B ola bilər, C ola bilər, Y ola bilər. Elədir? Aha. İndi sonra bunu Y-lə salıb yenə X-i alıb. Y nədirsə, NH4NO3-dən girəndə X-i verir. X bizdə nə ola bilərdi? X-i biz nə düşünmüşdük? Ya NH4X. İndi bu NH4NO3-ü. Gümüş nitratdan salsam verərmi? Verməz, ümumiyyətlə bu reaksiya getmir. Duzla duz nə zaman reaksiya girdi? İşte su dağıldı olsun, Allah'ım çöküntü. Böyle şey yok. O zaman bir bəndim vur. Bəs kalium OH-la salsam necə? Olar. Çünki kalium OH-la girəndə olacaq kalium NO3, NH3 və su. Əgər NH3 X-dirsə, burada da NH3 alındı, yəni X alındı. O zaman cavabımız olar bizim nə? C bəndi. Bəs bu ne olmaz? Çünki bu da reaksiya girmir. Duzla əsas nə zaman reaksiya? İkisi də su dağıl olsun. Bu isə çöküntüdür. Bu da olur. Cavab olur C bəndi. Maraqlı sual. Sonra 69. De görün mənə. Aysun. Bu amonyak sulfatla girəndə neçə müxtəlif duz verə bilər bizə?
Yəni mən məsələn NH3-ü salıram, H2SO4. Burada məhsullar nə ola bilər? NH4, HSO4 ola bilər. Əgər bunlar 1-in 1-ə girsə. Yəni bu 2 mol olsa, bu 1 mol olsa, onda nə verər bizə? NH4, 2, SO4. Yəni amonyakla sulfat turşusu reaksiyaya girsə, iki müxtəlif duz alınma ehtimalı var. Amonyum hidrosulfat, amonyum hidrosulfat və amonyum sulfat. Aydındır? İndi görüm ələm hansı nisbətdə salırlar bunları. Verilənləri də mənə görün. Nə qədər amonyak götürübdür bu? Normal şəraitdə 22.4 litr qaz neçə moldur? 1 mol. O zaman bu NH3 götürüb 1 mol. Neçə mol? 1 mol. Bəs sulfata neçə qram götürüb? 49 qram sulfat neçə moldur? 1 molu 98 qramdır. Deməli bunu götürüb 0.5 mol. İndi mən sizə sual verirəm. Bu nisbət 1-in 1-ədir yoxsa 2-nin 1-ədir? O zaman normalda bu 2-1 girəndə bu alınırdı 132 qram. Neçə qram? İndi bunu 1 götürmüşəm. Bunu 0.5 götürmüşəmsə, bu nə qədər alınacaq? 2 dəfə az, 2 dəfə az, 2 dəfə az. 66 qram amonyum sulfat alınacaq. Yəni cavabımız olacaq. Aydındır. Bir də izah edeyim mi Günə? Svetlana. Tamam. 63'e baktı. Sileyim bunu. 71. Ha? Yaxşı. Maraqlı bir şəkil verib. Deməli, X gəlir NH4 xlorla reaksiya girib bir qaz çıxarır. Qaz oksigende yanır, su verir, bir də Z qazı verir. Günay, eşidirsən məni? Səncə bu NH4 xlordan hansı qaz çıxar? Hansı qaz çıxar ki? Bir X maddəsi tökməliyəm üstündə bir qaz çıxmalıdır. Məsələn, A bəndini götürək. Tutaq ki, qələmi tökmüşəm. Nə dövmüşəm? Yəni, kalium olmasın, natrium olsun, nə bilim, kalsium olsun. Yəni, bir metal OH tökmüşəm. Metal OH. Tökürsəm, burada nə çıxar, hansı qaz çıxar? Təbii ki, metal OH, əgər bu NH4 xlorla girirsə, bu zaman metal xlor alınır, bir də NH3 alınır, bir də su alınır. İndi burada çıxan qaz hansı qazdır? Nə baxırsan, burada bəkdir, maye edib, qaz bu. Deməli, burada amonyak qazı çıxır. Yaxşı, bu NH3 oksigende yananda nə verirdi? Bayralı reaksiyonda sən demişdin. Bəli, yenə NH3 oksigende yananda. Aha. Sən deməmişdin, yox, sən səhv demişdin. Sən demişdin. Deməli. O zaman belə başa düşdüm ki, bu əgər Y qazı NH3 olsa, bu N2 olar, bu da gərək qələvi olar. Bu da nə olsun gərək? O şərti də D variantı ödəyir. Burada korlanır işlər. Çünki burada fikirləş təkcə temperatur qoyub. Əgər burada bir kat da yazsaydı, kat. Onda mən bunu nə fikirləşərdim? N. Nə fikirləşərdim? N. Aydın da bu. Yazmışdım bunu. Yaxşı, davam edək. Başa düşdünüz necə düşündün? Bu həm də NH3-ün təyini reaksiyasıdır. Bilirsiniz də, belə qələmi tökürlər bura, iri qaz çıxır. Çıxan qazdan da başa düşürsən ki, söhbət burada amonyum duzundan gedir. Davam edək. Neçə? Yox, uşaqlar. Burada 73'də. Amonyum karbonat parçalananda nə verir mənə? De görüm mənim həba. Amonyum karbonat parçalananda bizə verir NH3, CO2 və su. Axı 3 dənə məhsul verib, görürsən? İndi bunların hansı temperatur olduğunu, təkcə temperatur varsa 100% parçalanmadır. İndi burada X, Y, Z var, bilmirəm hansıdır. Çünki 3 dənə məhsul var, biri X-dir, biri Y-dir, biri Z-dir, mən bilmirəm onları. Qulaq as diqqətlə, sonra yazarsan. İndi görmərəm burada nə deyir? Çünki bir qaba X-i töküb misin üstünə, bir qabda Y-i buraxıb oksigenin üstünə, bir qabda da Z-i buraxıbdır kalium AH-ın üstünə. Deyir ki, ikinci və üçüncü qablarda reaksiya gedir. Yəni burada bir plus, reaksiya gedir. Birinizdə getmir. İndi mən sizə sual verirəm. Tutaq ki, ikinci qabda oksigenlə reaksiya girəcək.
oksigenlə karbon qazı reaksiyaya girirmi? Axı CO2 oksigenlə girir, nə verəcək? CO4 verəcək, yoxdur elə bir şey. Su oksigenlə girirmi? Su da girmir axı. O zaman bu Y var ha, oksigenlə reaksiyaya girən. O NH3'dür. Nədir? Deməli bizim Y-imiz NH3'dür. İndi gələn bu Z-dən, kalium OH-dan. Axı kalium OH su ilə reaksiyaya girməz, suda həll olar. Amma karbon qazı ilə girər. Özü orada da nisbət belədir. Əgər 1-in 1-ə girsə, nə verir bizə Məryəm? Bir də var 2-nin 1-ə girmək. Nə verir bu? 1-in 1-ə girəndə nə verir, 2-nin 1-ə girəndə nə verir? De. Bir dəqiqə gözləyin. Sən də Nəzir. Sezan sən də. Birin birə girəndə kalium HCO3 verir. Bəli. İkin birə girəndə isə kalium 2CO3 bir də H1 verir. Oldu mu? Oldu mu? Ha, deməli gedir. Gedirsə o zaman bu CO2. Ha, bu da olar su. Su da mislə reaksiyaya girmir də. Elədir. Deməli bizim Y-imiz oldu NH3, X-imiz oldu su, Z-imiz də oldu karbon qazı. Axı bizdən bunu istəmir. Bunları təyin eləməyimizi istəmir. Bizdən bunları təyin eləməyimizi istəmir. Yaxşı bizdən nə istəyir o? Bizə deyir ki, bu X-Y-Z-in var ha. Polyar kovalent rabitələrinin sayı. Bunun üçün gərək bunların quruluşunu biləsən. Nəyin biləsən? Bax bu NH3-də azotun neçə dənə rabitəsi var burada? Neçə dənə ümumiyyətlə kovalent rabitə var? Deməli Y-də 3 dənə. Polyar kovalent yoxsa qeyri-polyar. İki müxtəlif qeyri-metal arasında olanda polyar olurdu, qütblü. Yəni elektronlar burada kimə tərəf dartılır? Azota tərəf. Yəni mənfi qütb olur azot, müsbət qütb olur hidrogen. Karbon qazının quruluşu. Hatırlayırsınız? Neçə dənə rabitə var burada? 4 dənə polyar kovalent rabitə var, 4 dənə. Düzdür, biri sigma, biri pi-də, onun önəmi yoxdur bizim üçün. 4 dənə rabitə var burada. Bəs yaxşı, suda necə idi vəziyyət? 2 dənə idi də, düzdürmü? Valent buzalda 104,45 və 104,5. Düzdürmü? Ha, burada 2 dənə. Doğru, X-də 2 dənə, Y-də 3 dənə, Z-də dənə, 4 dənə polyar kovalent rabitə var. Bir də başqa sualda sizdən başqa şey soruşa bilər. Nə soruşa bilər? Məsələn, burada azot hansı birləşmə halındadır? sp3. Nədir? sp3 demək neçə hibrid deməkdir? 4 dənə hibrid buludu var deməkdir. Neçə hibridi var? Bax, burada karbon qazında sp-dir. sp demək neçə hibrid deməkdir? 2 dənə hibrid deməkdir. Bəs oksigen, suda da oksigen sp3'dür, o da 4 dənə hibrid deməkdir. Neçə dənə hibriddir? Yaxşı, bunu 4 dənə hibrid buluduna neçəsi rabitə yaradıb? Bax, 3'ü rabitə yaradır, biri isə qalız qırandı, bu rabitə yaratmadı. Bunun 2 dənəsindən ikisi də rabitə yaradır. Bəs bunun 4 dənəsindən neçəsi? İkisi rabitə yaradır, ikisi qalır, qıraqda rabitə yaratmır. Məsələn, soruşa bilər sizdən ki, məsələn, bunları yenə təyin elə, sonra deyək ki, rabitə yaradan hibrid orbitalların sayı. Bunda 3 dənə, bunda 2 dənə, bunda 2 dənə. Rabitə yaratmayan hibrid orbitalların sayı. Bunda 1 dənə, bunda 0 yoxdur, yəni nə varsa hamısı yaradıb. Burada isə 2 dənə. Aydındır, bu formatda da sual verə bilər. Sonra neçə 70 neçə? 75. Paslanmışsınız, siz məndən soruşuram. Elə yarı şübhəli, yarı belə yarımçıq. Stalisti düşməyib sizə deyəsən. Ha? Sezon. Eyni sual da İndicə oylarında hibrid orbitalların sayını istəyir. Zaten təyin eləmişlər karbon qazı, NH3 və H2O. Bu sp3 idi, neçə hibridi var idi? 4 dənə. 4 dənə hibridi var idi. Bu sp3 idi, bunun da 4 dənə hibridi var idi. Bu sp idi deyə, bunun neçə hibridi var idi? 2 hibridi var idi. O zaman 2 hibridi olan budur, yəni bu CO2 idi. 4 olanlar da bunlardan biridir. Sadəcə bu oksigenlə reaksiyaya girən burada hansıdır? Sudur yoxsa NH3? O zaman Y NH3'dür. Çünki o oksigenlə reaksiyaya girir. O zaman bu da sudur. Bizdən nə istəyir? Hansı mis-2 oksidlə reaksiyaya girər? Baxın, mis-2 oksid əsası oksiddir. Necə oksiddir? O karbon qazı ilə girər, çünki bu turşu oksididir. Nə verər mənə? Nəzrin? Əsası oksid turşu oksidlə girər, nə verər? Kim bilir? Des. Mis-2 karbonat alınır. Təşəkkürlər. Əhsən. Sonra mis-2 oksid NH3-dən girərmi? Nə verər? De. N2 verər. Sonra?
mis verir, bir də su. Bu laboratoriyada azotun alınma reaksiyalarından biridir. Bəs yaxşı, mis oksid su ilə girərmi? Nə verər? Girməz. Yalnız aktiv metalların oksidləri su ilə girir. Orta aktiv və pasiv metalların oksidləri su ilə reaksiyaya girməz. Aydındır? O zaman cavab nə olacaq? X, Y. Davam eləyək. Neçə? 79. 79. Deməli 79-da deyir ki, bu qədər amonyakın katalitik oksidaşmasında sərf olunan oksigenin həcmini hesablayın. Deməli birincisi amonyak katalitik oksidləşəndə bizə nə verir? NH3 üstəgəl O2 temperatur katalizator. De görüm Yusuf, nə verir? Buyur da denəndə nə verir? Bu katalitik oksidləşmədir, yanma deyil. Sən de Sveta. Uydurursan. Sən də Burla xatun. NTH2. Xeyr, o yamanandadır. Sən də Günə. Və NQ ilə su. Xeyr. Sən də Məryəm. Bəli. NO ilə su verir. Bu təkcə T olanda, yəni təkcə NQ ilə su verir. Yəni bu yanma reaksiyasıdır. Bu isə katalitik oksidləşmə reaksiyasıdır. Aydındır? Deməli, bunu əmsallaşdırmalıyıq. Sonra nə etməliyik? İşləməliyik. Azot mənfi 3-dən gəlibdi, azot müsbət 2-yə. Oksigen də 0-dan gəlibdi, mənfi 2-yə. Deməli, azot mənfi 3-dən gəlibdi, azot müsbət 2-yə. Neçə elektron verib? 5 elektron verib. Oksigen gəlib 0-dan, amma bəsit maddə olanda sayı nə inirdik? Nəzərə alırdıq. Gəlibdi nəyə? Mənfi 2-yə, burada bir 2 yazaq. Bu neçəsini verir? Alıb. İkisini alıbdı, 2-yə vuranda 4-ünü alıb. Balansımızı quraq. 5, 4. 4'e bırak, bura neçə? 4, 4 vur 5, 4, 5, 5 vur 4, 5 vur 2. 20, 20 oldu mu balans? Düzeldi mi? O zaman bundan mənə 4 tane lazımdır. Bundan mənə 5 tane lazımdır. Bura 4 olur. Bundan da mənə 10 tane lazımdır. 10 tane lazımdır da 4'ü burada, 6'sı da burada. Düzəltdik. Deməli, balansımızı qurduq, əmsallaşdırdıq. Ya da ki, bu əmsalları gərək əzbərləyəsin. Ya da nə eləyəsin bu əmsalları? Əzbərləyəsin. İndi isə bizə nə deyir? Nə qədər azot götürür? Normalda bu 4'ü ilə nə qədər oksigen girir? 5. 11 onda ikisi nə qədər girər? X. Bu 56 edir. 56'ını da 4'e böləndə 14 edir deyirsən. 14. Aydındır? Hı? Sonra devam edeyim. 80. 81. Maraqlı sualdır. Maraqlı sualdır. Azot və hidrogendən ibarət bir qarışım var. Bunun bəzilərini bayaq işləmişdik biz. Deməli, əldə var azot, bir də hidrogen. Cəmi də 100,8 litrdir. Proses gedibdir. Bunların da reaksiyasını bilirsiniz də. Bunlar birin neçəyə girirlər? 3'ə. 2 dənə nə alınır? Temperatur katalizator. Mütləq olmalıdır. Bunların bu reaksiyasından sonra azot artıq qalıb. Nə qədər azot artıq qalıbdır? 14 gram. 14 gram azot neçə moldur? 0,5 mol. Yəni neçə litir? O zaman sonda 11,2 litir azot artıq qalır. Elə? Və cəm qaz nə qədər idi əvvəl? O zaman yerdə qalan qazlar girib də bir-birinə reaksiyaya. Razısınız? Deməli, o zaman gəlin bir 100,8-dən 11,2 çıxaq. 100,8 çıx 11,2 bizə verir 89,6. Deməli, o zaman girənlər 89,6-dır. Bunlar birin neçəyə girir? O zaman x-dən neçə x girər? Girənlərin cəmi neçəyə bərabərdir? O zaman 4x bərabərdir 89,6-ya, x bərabərdir 22,4. Deməli, azotun 22,4 litri girib, hələm artıq qalanı da var. Hidrogenin isə 67,2 litri girib, artıq qalanı yoxdur. O zaman elə əvvəl hidrogenin 67,2 litr imiş, 22,4 azot girib, 11,2 artıq qalır. O zaman o da 33,10. Bu olur 1,5 mol. Bu da olur 3 mol.
Bir də deyim. Bir də gedim üstündən. Başa düşmənsə bir də deyim, burlaqdır. Dəqiq. Deməli biz artıq qalan azotda həcmə çevirib çıxdıq. 89-16 litr. Deməli bunlar 1-in 3-ə girirlər. Deməli bunların cəmi 89-16-dır. Tapdım ki, biri 22-14, biri 67-12-dir. Hidrogen tam sərfi olduğu ilə 67-12-dir. Bundan bunu çıxanda da bu da 33-6 qalır. Bunun 22-14 reaksiya girib, 11-12-də 6 qalıb. Aydındır. Məsələn, soruşa bilərdi səndən sonda qabda nə qədər qaz var? Normalda bunlar 1-ə 3 girəndə belə alınmır. 22-14-44-18 girəndə bu da 44-8 litr alınır. Böyle burada NH3 də olacaqdı 44-8 litr. O zaman son qabda nə qədər olacaqdı? 56 litr qaz olacaqdı. Azotun artığı və amonyakın əmələ gələn hissəsi. Aydındır. Aha. Davam edək. 85. Bu duzları bir-birindən necə fərqləndirmək olar? Bu duzları bir-birindən fərqləndirmək üçün şu olur. Birincisi qaba elə natrium OH töksən fərqləndirərsən. Deyəsən niyə? Tutaq ki, 2 dənə qabın var. Bilmirsən ki, qabda hansında natrium klordur, hansında NH4 klordur. Amma sən bilirsən ki, natrium klor natrium OH-la reaksiyaya girməz. Tutaq ki, bu birinci qaba tökdüm natrium OH-ı. Gördüm reaksiya getmir. Reaksiya getmirsə o zaman deyərəm burada natrium klordur. Hə? İkinci qaba tökdüm natrium OH-ı. Gördüm nə baş verir? De görüm nə baş verəcək burada? Sən de. Əzrin. Burada nə baş verir? Natrium OH töksən bura. Duzla əsas nə zaman reaksiya? İkisi də suda hal olsun, anlalardan biri ya çöküntü olsun, ya qaz, ya zəif. İndi bu natrium bu kloru götürəcək. NH4 də OH-ı götürəcək. Amma parçalanacaq NH3-ə və suya. Yəni burada kəskin iri qaz çıxacaq. Nə çıxacaq? Kəskin i çıxacaq. Biləcəm ki, NH4 klordur da burada. Yəni natrium OH tökməklə bunların ikisinə də təyin edə bilirəm ki, hansı qabda hansı var. Bunu burada saxlayıram. 80 neçədir bu? 85. Davamı növbəti.